Xoş gördük dəyərli müəllimlər. Növbəti izahla qarşınızdayıq. Növbəti izahımız MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün imtahan qabağı dəstək 3, dəstək 1, dəstək 2 kanalda yerləşdirilib. Baxmayın müəllimlər mütləq həmin izahlara tanış olsunlar. Təbii ki, dəstəkdən əlavə kifayət qədər də əlavə sınaqlar, mövzu izahları və s. Bu izahımızda, bu dəstək izahlarımızda çalışırıq maksimum şəkildə biraz şablon və standart olmayan suallardan təşkil olunsun. Çünki imtahanda bildiyimiz kimi MİQ imtahanında məsələn 15-16 sual normal olur. Normal dediyimiz yəni səviyyə baxımından 3-4 sual çətin olur, yeni tipli sual olur, şəkilli sual olur, həcmi böyük sual olur və müəllimlər də əksəriyyət o sualları yaza bilir. Onsuz da hamı gedir imtahanda 15-16 məsələn deyə yazır illərdir. Deyir müəllim 3-4 sual yaza bilmədim. Burada səbəb var və niyə sualı var? Niyə ona görədir ki, siz fərqli sual işləmirsiniz. Fərqli suallarla özünüzü alışdırmırsınız. Standart olaraq ədədin mərtəbə vahidini tapımla bağlı 100 dənə test işləyə bilərsiniz. 1000 dənə test işləyə bilərsiniz. Artıq tamam bunu bilirsən. Demək bilmədiyin nə isə öyrənmək lazımdır. Eləcə də sertifikasiya imtahanına hazırlaşan müəllimlər artıq bilirik ki, proqram eyniləşib. Təbii ki, sertifikasiya imtahanı MİQ qədər çətin olmasa da, amma bunu indi keçirilən imtahan göstərəcək. İndiyə qədər olan statistikaya baxsaq, sertifikasiya imtahanı hər dəfə MİQ-dən 1-2 səviyyə aşağı olub. Amma artıq proqram eyniləşdirilib. Bu o deməkdir ki, proqrama artılan yeni mövzudan da sizə suallar düşəcək. İndi isə keçək suallarımızın izahına. Gəlin baxaq birinci suala. İndi izahdan sonra rəy bölməsinə qeyd edirsiniz. Nə qədər müəllim bu sualın sadəcə quruluşundan, həcmindən vaz keçib bu sualı yazmayacaq. Bunu bir dənə bildirərsiniz ki, necə müəllim bu sualdan da bu sözümdən yox ha, mən bunu deyəndən sonra yox. Tutaq ki, birinci başlayanda ki, bunu mən onsuz da yaza bilməyəcəm deyib keçən müəllimlər olacaq, amma qeyri-adi bir şey yoxdur. Oxuyaq. Gördüyünüz kimi Azərbaycan dilində mətn, sonra kurikulumda situasiya suallarından eyni həcmdə olan sualdır. Yük maşını daşıdığı yükün miqdarına görə fərqli sürətlə hərəkət eləyir. Maşın boş olduqda saatda 80 sürətlə, saatda 80 km sabit sürətlə, yarı yük ilə hərəkət etdikdə saatda 70 sürətindən, tam yüklü olduqda isə saatda 50 km sürətlə hərəkət edir. Tamam, bunu bildik. Bu informasiyaları özümüz üçün müəyyənləşdiririk. Aşağıdakı şəkildə A və C şəhərləri arasında yerləşən və hər iki şəhərə bərabər məsafədə olan 5 şəhəri göstərilmişdir. Buradan Azərbaycan dili olaraq biz bəlli bir nəticə çıxardacağıq ortada. B nöqtəsi hər bir şəhərə eyni məsafədədir. A və C şəhərləri və A və C şəhərlərin ortasındadır. Bu o deməkdir ki, bu buradan bura qədər olan məsafə B-dən C-yə qədər olan məsafəyə bərabərdir. Hər iki şəhərə bərabər məsafədə dediyinə görə. Bu şəhərlər arasında hərəkət edən yük maşının hərəkət trayektoriyası sxemdə göstərilib gördüyümüz kimi. Maşın A şəhərindən tam dolu şəkildə yola çıxır. B şəhərində yükün yarısını boşaldır. Qalanını isə C şəhərində boşaldır. Demək B-dən C-yə qədər yarı yüklə hərəkət eləyir. C-də hamısını boşaldır və sonra boş şəkildə A şəhərinə geri dönür. Yük maşınının A-dan C-yə gedərkən sərf etdiyi vaxt geri dönərkən sərf etdiyi vaxtdan 6,5 saat çoxdur. Bu məlumata əsasən A və C şəhərləri arasındakı məsafənin rəqəmləri cəmini tapın. Baxaq. Müəllimlər, biz A və B-ni bir də B-C arasını bilməliyik. İndi əksər müəllimlər dərhal bura x götürüb yazacaqlar. Heç bir problem yoxdur. Doğru da yazacaqlar. Amma daha rahat olması üçün sizə belə bir şey deyək. Baxın, maşın A-dan B-yə yola düşürsə, B-dən də C yola düşürsə və birində tam yük, birində də yarı yük gedəndə biz demişik tam yüklə 50 km/saat, yarı yüklə 70. Onda biz bu yolun bir yarısını, onsuz da bir yarısı digər yarısına bərabərdir. Götürək nə qədər? 350x, digər yarısını da 350x. Müəllim, mən x götürüb həll elədim. Yenə deyirəm, heç bir problem yoxdur. Bəs 350 niyə götürdük? Həm 50-yə, həm də 70-ə rahat bölünsün deyə. Onda belə çıxır ki, bütöv yolumuz 700x imiş. Bəli. Müəllim, bəs burada 80. Əslində buradan geri qaydanda da 3-ünə də bölünən birə də götürmək olur. Daha çox böyüyə də deyilər, ehtiyac yoxdur. Bir dənəsi kəsindən alınsın. Geri qaydanda orada bir problem yaşanmır. İndi A-dan B-yə qədər neçə sürətindən gedib? 50 sürətindən. Çünki bizə deyir ki, A-dan B-yə tam yüklü gedib. Onda 350-ni bölürəm. Nəyə? 350-ni böldüm 50-yə bərabər elədi 7x. Bu 7x-ə sual verir ki, 7x bizim üçün nə olur? A-dan B-yə sərf elədiyi zaman. Çünki bu məsafəni 350x idi burada. Məsafəni böldük sürəti. İndi B-dən C-yə yenə 350x yolumuz var. Və bu zaman getdiyi sürət nə qədərdir? B-dən C-yə hansı sürətlə gedir? B-dən C-yə yarı sürətlə, yarı yüklə. Yarı yüklə də sürət 70-dir. Böldük 70-ə bərabər elədi nə qədər? 5x.
Onda belə çıxır ki, yük maşını A-dan C-yə 12x zaman ərzində gedir. Tamam, bitdi. İndi geriyə qayıdacaq. Geriyə qayıtmaq ancaq boş qayıdır. Çünki C-dən A-ya boş geriyə dönür. Boş geriyə dönəndə sürət 80 olur. Bəs məsafəmiz nə qədərdir? 700. Çünki bütöv yol gedəcək artıq. 700x-i böləcəksən 80-ə. Buradan da ixtisarlarımızı eləsək, sıfırlar gedər. Sonra 8 4-ə belə deyək də 2-yə, daha doğrusu 4, 72, 35. 35 də 4-ə böləndə 8,75x. Və burada %75, 0,5 bunlardan qorxmaq lazım deyil. Artıq bilirik ki, onu kəsirlər bizə ciddi şəkildə düşür. İndi müəllimlər, bu getmək vaxtıdır, getmək vaxtı. Bu isə qayıtmaq vaxtı. Qayıtmaq vaxtı. Bizə deyir ki, A-dan C-yə gedərkən sərf etdiyi vaxt, geri dönərkən sərf etdiyi vaxtdan 6,5 saat çoxdur. 12x 8,75x-dən 6,5 saat çox eləyir. Və ya 6,5-i bunun üzərinə gəlirik. 12-dən bunu çıxanda qalır 3,25x bərabərdir 6,5. X də bərabərdir. Bu hər tərəfini 6500 elə bil 325-ə böləcəksən. Cavab eləyəcək. Müəllimlər, bunu hər tərəfini 100-ə vuranda da elə bil 650-ni 325-ə böləcəksən. Cavab eləyəcək 2. X-i bərabərdir 2 tapdıq. Bizdən isə məsafənin rəqəmləri cəmini soruşur. Məsafəmiz 700x idi. Böyük məsafə A ilə C şəhər arasında. 700-ü də 2-yə vuranda 14, 2, 0, 1400. 1400-ün də rəqəmləri cəmi elədi. 1 üstəgəl 4 üstəgəl 0 üstəgəl 0 elədi 5. Gördüyünüz kimi həll qaydası, həlli çox belə deyək, uzun proseslər olmadı. Sadəcə burada x-də götürə bilərdik, amma 350x götürdük ki, rahat olsun, ən azı burada tam adədə alınsın. Sonra da bunları hesabladıq. Və ya məsələn x götürsək, x böl 50 üstəgəl x böl 70 çıxılsın x böl 80 bərabər 6. Belə də rahat həll edə bilərdik, heç bir problem yoxdur burada. Amma məsələnin quruluşu, məsələnin psixoloji olaraq bizdə buraxdığı təsir, imtahan həyəcanı üzərinə gəlsək, nə qədər adamın bu məsələdən vaz keçməyinə təsir göstərəcək. Yaxşı müəllimlər, keçirik növbəti sualımız. Faiz ilə bağlı olan bir məsələdir. Tövlədə olan, bilirik ki, faiz 2024-də MİQ-ə, 2025-də isə artıq sertifikasiya əlavə olunan mövzular sırasındadır. Tövlədə toyuq, qaz və ördək sayı müvafiq olaraq A, B və C ilə göstərilmişdir. O zaman toyuq bərabərdir A, qaz bərabərdir B, ördək bərabərdir C. Bunlarla işarə olunub. İndi bizə deyir ki, A ədədi B ədədinin 25%-nə bərabərdir. A bərabərdir B-nin 25%. Vurulsun 25 bölünsün. Bu da bərabərdir 0,25B. Əla, bunu tapdıq. Demək, A bərabərdir 0,25B. B ədədi isə C ədədinin 24%-nə bərabərdir. Əslində, burada toyuq, qaz, ördək bu məsələyə biraz rəng qatır. Yəni, daha rahat bir məsələ bu demək. C ədədi B ədədinin 25%-nə, B ədədi C-nin 24%-nə bərabərdir. İndi bizə deyir ki, A ədədi C-nin neçə faiz? İndi burada toyuq, qaz, ördək, yenə deyirəm, məsələdə biraz həcmi böyüdür, biraz fikir yayındırmaq güdür. İndi A ədədi B-nin 25%-nə, B ədədi isə C-nin 24%-nə bərabərdir. B bərabərdir, C vurulsun 24 bölünsün 100. Bu da bərabərdir. Eləyir, B bərabərdir 0,24C. Bunlar mənim üçün 2 dənə vacib informasiyadır. Məndən isə soruşur ki, toyuqların sayı, yəni A ördəklərin sayının, yəni C-nin neçə faizidir? Mən tapmalı olacağım isə budur. A ədədi C-nin neçə faizidir? Bir ədəd digər ədədin neçə faizidir deyəndə birincini ikinciyə bölüb vururuq 100-ə. Bu da bizim üçün qalsın. İndi burada A ədədini mən C ilə ifadə eləməliyəm. Ona görə A bərabərdir 0,25 vurulsun B yazılıb. B-nin də qiyməti burada 0,24C-dir. 0,24C. A-nı mən C ilə əvəz eləməliyəm. A-nı C-yə bərabər eləməliyəm ki, gətirib burada yerinə yazanda C-lərimiz geçsin. Bu da bərabərdir 0,25-i 0,24-ə vuranda bərabər eləyəcək 0,6C. Demək, A ədədi bərabərdir 0,6C. İndi
A ədədi C-nin neçə faizidir dediyinə görə A-nın yerinə gətirib 0,6C bölünsün C vurulsun 100 yazanda müəllimlər C-lərimiz gedir. 0,6-nı da 100-ə vuranda elədi 6. Doğru cavab C variantı. Yəni siz faizlə bağlı bunu yaza bilirsinizsə, bu məsələni artıq analiz edə bilirsinizsə, demək faizin bu və ya digər tiplərini də yaza biləcəksiniz. Növbəti həndəsə ilə bağlı olduqca maraqlı bir sualdır. Aşağıda verilmiş şəkildə 3 müxtəlif kvadrat 1, 2, 3 müxtəlif kvadrat və 2 müxtəlif düzbucaqlının birləşməsi ilə buradan və buradan birləşməsi ilə yaradılmış böyük bir düzbucaqlı göstərilmişdir. Bu böyük düzbucaqlının uzunluğu 100 cm, eni isə 60 cm-dir. Şəkildəki ən kiçik kvadrat, burada gördüyümüz bu sarı kvadratdan söhbət gedir. Ən kiçik kvadratın sahəsi neçə kvadrat santimetrdir? Mükəmməl bir sualdır. Biz burada şərti olaraq işarələməliyik, çünki bizə konkret olaraq bir dənə 106 verilib. Mən bu kvadratın tərəfini götürərəm A. Bu kvadratın tərəfini götürsəm A. Sonra bu kiçik kvadratın burada tərəfini götürərəm C. Bunun tərəfini C. Bu böyük kvadratın tərəfini də götürərəm B. Onda buradan bura qədər olan məsafə nəyə bərabər olar? Yəni bu düzbucaqlının uzunluğu nəyə bərabər olar? Bura A-dır, bura C-dir. Onda belə çıxır ki, buradan bura qədər də A üstə gələk C-dir də. Çünki bax bu düzbucaqlının bu hissəsi kvadratın tərəflərinə söykənir. Nəticə olaraq müəllimlər, bizim bu düzbucaqlımızın uzunluğu bərabərdir A üstə gəl, B üstə gələk C-yə. Və bunu da bərabər eləyəcək. A üstə gəl, B üstə gəl, C bərabərdir 100. Əla. İndi gəlin, N-ə baxaq. N-də nə var bizdə? N-də diqqət edəcəyimiz məqam nədir? Bax, burada çox önəmli bir faktor var. Burada B yazmışıq. Bizə lazımdır, bax, bura. Bura necə tapacaq? Bura necə tapacaq? Buradan bura qədər A-dır. Amma burada A deyə bilmərik. Burada C var axı. Bax, burada da C var. Onda belə çıxır ki, bura olacaq. A çıxılsın C. Baxın, müəllimlər. Bir dənə bax, burada sizə bunu göstərəcəm. Bura bütövi A deyil. Bax, bütövi buradan bura qədər A deyil. A-dır. Bura nə qədərdir? Burada C-dir. Onda bax, bura nə qədərdir? Bax. Bax, bura qədər. A çıxılsın C. A çıxılsın C. Bura çıxılsın C-dirsə, bura da çıxılsın C-dir. Bu tərəfdə B-dir. Bəli. Nəticə olaraq onda bizim bu N-imiz bərabərdir. A üstə gəl B çıxılsın C bərabər şərtdə 60 verir. Bax, çox incə məqamdır, müəllimlər. Bir də təkrar edirəm. Bunu hardan aldıq? A çıxılsın C-ni. Bunu tərəfincə götürməmişik. Bəli, götürmüşük. Buradan bura qədər A-dırsa, onda buradan bura qədər A çıxılsın C-dir. A çıxılsın C-dirsə, burada çıxılsın C-dir. Burada B-dir. Əla. İndi müəllimlər, buradan sadə sistem tənliyi aldıq və tərəf-tərəfə çıxanda A-lar gedir, B-lər gedir, C-dən C çıxanda qalır burada 2C. Necə C-dən C çıxanda? C çıxılsın mənfi C-dir. Bu da bərabər C üstə gəl C eləyəcək 2C. Bərabərdir. 100-dən də 60-ı çıxanda bərabər elədi 40. C də bərabər 20. Demək biz axtardığımız ən kiçik kvadratın tərəfi 20 imiş. Burada da bunu C ilə işarə eləmişdik 20. İndi bizdən bunun sahəsini soruşur. 20-ni də vuracaqsan 20-yə bərabər eləyəcək 400. Doğru cavab elədi Y variantı. Növbəti yenə də quruluş olaraq çətin görsənən, ilk baxışda müəllim belə bu formada yazılmışdı. Amma həllində görəcəksiniz ki, qeyri-adi bir şey yoxdur. A, B və C və D qutularında müəyyən sayda qələm var. A, B, C və D qutularında müəyyən sayda qələm var. B qutusundakı qələm A qutusundakı qələmin sayının 2 qatıdır. C qutusundakı qələm B qutusundakı qələmlərin sayının 2 qatıdır. A qutusundakı qələm D qutusundakı qələmlərin sayının 3 qatıdır. Ən aşağıdan başlayaq. D qutusuna X yazsaq, A qutusundakı qələm sayı D qutusundakı qələm sayının 3 qatıdır. 3x elədir. Davam edirik. B qutusundakı qələm sayı isə A-nın 2 qatıdır. Onda B olacaq 6x. C qutusundakı qələm sayı B qutusundakının 4 qatıdır. C B-nin 4 qatı 6 dəfə 4 elədi 24x. Əla. Bütün qutularda biz qələmləri yazdıq. Gəlirik indi burada sırf yenə Azərbaycan dilindən bağlı olan nüansa. Ən az qələm olmayan qutuda 15 qələm var. Ən az qələm olmayan. Ən az qələm olan qutu X-dir. Yəni bu ikisi demir. X-dən sonra gələn ən az qələm olmayan qutu. İndi deyəcəksiniz müəllim 3x ola bilər, 6x-dir. Biz qələmlərin sayının natural ədədi olduğunu bilirik. Ona görə ən az qələm olmayan qutu gəlir 3x. 3x bərabər 15. Çünki 15 3-ə bölünməlidir. X də bərabər 15 3-ə böləndə 5. 15 burada. Məsələn 6x bərabər 15 yaza bilərik.
X bərabərdir 6-da 15. Bunu da yaza bilərik. Tutaq ki, 3-ə ixtisar eləsək 2-də 3. Niyə alınmadığını sizə deyirəm. 3-ə ixtisar eləsək 2-də 5. 2-də 5. Onda belə çıxır ki, D qutusunda 2-də 5 sayda qələm var. Biz demişik ki, əşyaları sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Çox sadə bir nüans var. Yəni bunu bilmək lazım. Demək X bərabərdir 5. X-i bərabərdir 5 tapmışıq. Bizə deyir ki, ən çox neçə qələm var? Ən çox olanıdır. 24x, 24 də vuracaqsan 5-ə bərabər eləyəcək 120. Doğru cavab D variantı. Burada da niyə 6x-i yox, 3x-i bərabər elədiyimizi dedik. Yəni bu cümlə nəyi bizə deyir? Ən az qutuda ən az olmayan, yəni x deyil. Bu onu göstərir ki, qardaş, yəni ən az x-dir, yəni x-i demirəm. X-dən başqa digər qutunun hansı ən azın birində, digər qutulardan hansındasa 15 qələm var. Növbəti diaqram müəllimlərin yaralı yeri, həm MİQ, həm də sertifikasiya. Mən daha çox çalışıram quruluşundan qorxduğunuz, həcmindən qorxduğunuz sualları sizdə vərdiş elətdirim və sizdə bir özgüvən yaransın. Yəni bunu illərdir biz deyirik, onsuz da siz bizim sınaqlarımıza, izahlarımıza baxanda bunu görürsünüz. Aşağıdakı sütun qrafikində sinifdəki şagirdlərin riyaziyyat fənni üzrə uğur faizləri, dairəvi diaqramda isə riyaziyyatdan uğursuz olan şagirdlərin cinsiyyətə görə say bölgüsü göstərilmişdir. Buna əsasən sinifdəki oğlan şagirdlərin sayı, qız şagirdlərin sayı neçə faizidir? Əvvəlcə gəlin bu oğlan və qızların dərəcəsini müəyyənləşdirək. X üstə gəl 40, burada x. Bilirik ki, bütöv dairə 360 dərəcədir. O məntiqə əsasən x üstə gəl 40 üstə gələ x bərabərdir 360 dərəcə. 2x bərabərdir 320-yə, x də bərabərdir 160. Onda belə çıxır ki, oğlanların x-i bərabər 160-da, oğlanların dərəcəsi bura 200 dərəcədir, qızların dərəcəsi elə 160-dır. Bura uğursuzdur, uğursuz. Uğursuz dediyimiz, yəni riyaziyyat fənni həmin imtahana görə nəticəsi uğursuz olan tələbələrdir. İndi, burada biz oğlanların sayı var, oğlanlar bərabərdir x, oğlanların sayını bilmirik, qızların sayı bərabərdir y. Oğlanların uğur faizi 50%-dirsə, uğursuzluq faizi nə qədərdir? Yenə 50%-dir. Bir 50%-dir, digər yarısı 50%-dir. Onda oğlanların, mən bu uğurdur, bura yazılıb uğur, burada yazılıb uğursuz. Mən oğlanların uğur faizinə əsasən uğursuzluq faizlərini də tapıb burada bir bərabərlik yaratmalıyam. Uğur faizi 50% isə uğursuzluq faizi 50% olacaq. Oğlanların x-in 50% bölünsün 100, bərabərdir 0,5x. Bu oğlanların nə idi? Uğursuz. Bəs yaxşı. Qızların sayı y-dir. Qızların 20% uğurludur, burada göstərilib. Neçə faizi uğursuzdur? 80%. Y-in də 80% bölünsün 100. Buradan y-in 80% 0 gedir. Bu deyil 0,8y. 0,8y. Demək, uğursuzluq, bura yazıram uğursuz. Uğursuz qız bərabərdir 0,5x. Yazıram uğursuz oğlan bərabərdir 0,8y. Artıq uğursuz oğlanların sayını x olaraq, y olaraq bilirəm və dərəcə olaraq da bilirəm. Burada belə bir nüans göstərəcəm sizə. Çox rahat bunu həll edəcəyik. Oğlan və qızların sayı x, y olaraq 0,5 x, oğlanların sayı 0,8y-dir. Faiz olaraq deyək, x, y bunu tapdıq. Dərəcə olaraq isə 200 dərəcə və 160 dərəcə. Və bunları bir-birinə bərabər eləyəcəm. Yəni, bu sayların faiz olaraq nisbəti, dərəcə olaraq nisbəti bir-birinə bərabərdir. Bu qədər sadə. İndi buradan çarpaz formada, burada bu 0-la 200-də gedər, bax bu 0-la bu 0 gedər. 16 4-də 4, 24-də 5. 0,5x bölünsün 0,8y bərabərdir 4-də 5. Çarpaz formada bunu vursaq, 4 dəfə 5, 20, 2x bərabərdir 4y. Hər tərəfində 2-yə böləndə x bərabər 2y. X-in sayı bizdə nə idi müəllimlər? X-in sayı oğlanların sayı idi. Y-in sayı qızların sayı idi. Bizdə də deyir ki, oğlanlar, yəni bu oğlanlar üstlərinə yazıram. Burada qızlar. Oğlanlar qızların neçə qatıdır? Oğlanlar qızların x bərabər 2 qatı, 2 vurulsun. Cavab B variantı. Gördüyünüz kimi, bu gəlib sonuncu məqam ola bilər, burada sizi yenə də çaşdırsın. Yəni, faiz olaraq say nisbəti, dərəcə olaraq say nisbətinə bir-birinə bərabərdir. Bu qədər müəllimlər. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olub paylaşmağı unutmayın. 5 sualdan neçə səhv, neçə düz olduğunu videonun rəy bölümündə qeyd edərsiniz. Növbəti izahlarda görüşərik. Hələlik.